Səhər açılmaq üzrə idi. Tamerlan ayaq üstə yatmamaq üçün özünü güclə saxlayırdı. O səhərdən axşama qədər teatrda, gecələri səhərə qədər isə gecə klubunda qrim ustası olaraq çalışırdı. Son zamanlarda isə gərgin iş rejimi ucbatından başını qaşımağa belə vaxtı olmurdu. Onun bu qədər çalışmasının səbəbi yeni ailə həyatı qurması idi. Tamerlan artıq 3 ay idi ki, xəyallarının şahzadəsi Nigar ilə eyni yastığa baş qoyurdu. Nigar lüks həyata xeyli önəm verirdi və bu səbəbdən Tamerlan onun bir dediyini iki eləməmək üçün gecəsini gündüzünə qatıb dayanmadan işləyirdi. Səhər açılmışdı. Nigar möhtəşəm bir səhər süfrəsi hazırlamışdı. Tamerlan bir neçə loxma yeyib tez tələsik çayını da içərək süfrədən qalxdı. İşə gecikmək istəmirdi. Qapıya qədər ərini yola salmaq üçün çıxan Nigar, Tamerlandan keçən günü alış-veriş mərkəzində bəyəndiyi çantanı almaq üçün pul istədi. Tamerlan isə düşünmədən cibindəki pulu son qəpiyinə qədər çıxardıb Nigara verdi. "Sən dünyanın ən yaxşı kişisisən," deyərək ərinin dodaqlarına öpüş qonduran Nigar içəri otağa keçdi. Avtomobilini çıxarmaq üçün dayanacağa doğru gedərkən Tamerlan yolda yaxın dostu Fuad ilə qarşılaşdı. Fuad hər nə qədər gülərüz bir xarakterə sahib olsa da, bu dəfə sanki baxışlarından ağır bir kədər yağırdı. "Qardaşım, bu günlərdə görüşsək olarmı? Sənə söyləyəcəyim çox vacib bir məsələ var," deyən Fuad Tamerlanın ağlını elə bir qarışdırdı ki, bütün günü işdə ruh kimi gəzib dolandı. İş gününün səhəri evə qayıdan Tamerlan adətən 5-6 saat yatıb dincəldikdən sonra qalan bütün vaxtını Nigara sərf edərdi. Ancaq bu dəfə heç evə belə daxil olmadan birbaşa dostu Fuada zəng edib yaxınlıqdakı kafelərdən birində görüşmək istədiyini bildirdi. Fuad gəldi. Amma söhbətə necə başlayacağını bilmirdi. "Nigarı sevirsənmi?" deyə sual verdi. Onun Nigarı necə sevdiyini bəlkə də ən yaxşı bilənlərdən biri olmasına baxmayaraq, bu sualı verməsi Tamerlanı hövsələdən çıxardı. "Bu nə sualdır?" deyə həm gülümsədi, həm də əsəbləşdi. "Yaxşı qardaşım, sadəcə istəmirəm sən üzüləsən. Amma indi hər şeyi etiraf edəcəm. Bundan sonra istər döy, istər soy, istərsə də öldür məni. Nigar sənə xəyanət edir."